Salam, hər vaxtınız xeyir olsun vlog kanalımın dəyərli izləyiciləri. Bugün yolumuz Maşdağaya düşdü və burada bazar yaxınlığında yol kənarlarında ştillər satırdılar. Görün necə gözəl, üzərində çiyələklər də hamısı qalıb. Mən buradan demək ki, nanə ştilləri aldım köklü şəkildə. Çoxdandır istəyirdim həyətdə nanə əkim. Nanə aldım, biraz da nanə cöfər aldım. Hardasa bir 7-8 ədəd də nanə cöfər aldım. Burada çox gözəl, rəngarəng gül ştilləri də var. Ümumiyyətlə nə istəsəniz, hər bir şeyin ştili var burada. Alıb həyət eviniz varsa əkə bilərsiniz. Baxın, bunlar nanə cöfərdir. Həm nanə aldım, həm də nanə cöfər. Hər ikisindən aldım. Allah dünyasını dəyişən bütün valideynlərimizə rəhmət eləsin, qalanlara isə can sağlığı versin. Rəhmətli anamın həyətində hər zaman nanə cöfər olardı. Bir yerimiz ağrıyanda, mədə, qarın nahiyəmizdə sancı olardısa, bir köp olardısa, anam dərhal nanə cöfərin çayını dəmləyib bizə içizdirərdi. İnanın ki, nanə cöfərləri gördüm, rəhmətli anamgilin həyəti yadıma düşdü. Ona görə nanə almışkən elə nanə cöfər də aldım ki, həyətdə olsun. Həqiqətən də anam həmişə deyirdi ki, sancını kəsir, ağrını kəsir, həmişə çayımıza atırdı. Quru çay əlavə etmədən də adi ağ qaynar su ilə də onu dəmləyirdi, bizə içizdirirdi. Biz inanırdıq ki, yəni onu içəndə bizdə olan ağrıdır, sancıdır, keçəcək. Həm də çox xeyirlidir. Anamgilin də evləri hər zaman qonaqlı qaralıydı. Kim gəlirdisə anamdan istəyirdi. Anam da köklü şəkildə dərib verirdi ki, apar həyətdə ək, çoxalacaq. Mən o zamanlar yəni bunu çox da dərk eləmirdim. Yəni o vaxt olsaydı, təbii ki, mən də gətirib həyətimdə əkərdim. Nəysə, bu günləri görmüşkən istədim mən də alım elə həyətdə əkim, qoy məndə də olsun, həyətimdə də olsun. İnanın ki, o bu nanə cöfəri nə vaxt görürəmsə, anamı xatırlayıram. Allah bütün cəmi valideynlərimizə, dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara da can sağlığı versin. Nanələri nanə cöfərdən bir qədər çox aldım. Nanə cöfəri də 7-8 ədəd aldım. Bilirəm ki, artacaq onsuz da, yəni çoxalacaq. Və həyətdə bir kənarda belə bizdə torpaqdır. Buranı şumladım biraz. Şumlayıb torpağı biraz yumşaltdıqdan sonra nanələri gətirdim və bir-bir açıb əkdim. Baxın, bu gördüyünüz iri nanələri isə bunu da digər satıcıdan aldıq orada. Və bunları ayırıram bir-bir köklərindən və torpağa bastırıram. Əslində bizim həyətdə nanə var idi. Bir dəfə əkmişdik, hər il çoxalırdı, qəşəng bitirdi, sulayırdım, yığırdım, qurudurdum, evdə də istifadə eləyirdim, yeməklərdə, doğada, hər bir şeydə istifadə eləyirdim. Deməli, bir dəfə kiçik oğlum bir dənə balaca dovşan aldı, gətirdi həyətdə saxlamağa. İnanın ki, həmən o dovşan böyüyə-böyüyə həyətdə bir şey qoymadı. Hamısını dibindən, kökündən məhv elədi. Hətta yapon əzgili var idi. Onlar da qəşəng gətirmişdilər. Üzəri dolu idi meyvə ilə. O yapon əzgilinin deməli kökünü məhv elədi də. Həmin ağac məhv oldu. Onu yenə də biz çıxartdıq, atdıq və yerinə yenisini əkdik. Həmin ağacımızda indi artıq bu il gətirir. Ona görə o nanələrimi də dibindən hamısını məhv eləmişdi. Və sonradan o dovşanı da bir adam tapdıq, onu da verdik. Canımız qurtuldu dovşandan. Artıq fikirləşdim ki, bunları qırıb dağdan olmayacaq. Və yenə də gedim, alım, gətirim, əkim, öz həyətimdə də bitsin. Aslarada böyük xalamgilə gedəndə, deməli, böyük xalamgilin həyətində bu nanələri görüb çox həvəsə gəlirdim. Onların həyətində də nanə çoxdur, düzdür. Xalamın torpaq sahəsi böyüdü, orada bütün meyvə ağacları, hər bir şey, yəni əkib də. Yoxdur sözü yoxdur, yəni xalamın bağında hər bir şey var. Hər bir şey əkib, Allah ona da can sağlığı versin. Yəni ora gedəndə orada dəlirdim, günün altında qurudurdum özüm üçün, gələndə gətirirdim. Fikirləşdim ki, qoy bu ildə alım, öz həyətimdə əkim. Yəni bir dəfə əkirsən, hər il bitir. Bir də nanə çoxalır. Yəni tez-tez su vermək lazımdır. Suyu sevir nanə. Su verdikcə də çoxalır. Hər ildə gətirəcək. Bir dəfə əkirsən, hər il gətirir. Nanələrimi əkdim. Deməli, nanə cöfərlərdə bunlardan biraz kənarda əkdim. İndi həmin hissəni burada sizlərə göstərməmişəm, çünki videomuz çox uzun olur. Ona görə və beləcə hamısının dibinə su da verdim. Bir həftədən sonra artıq baxdım ki, nanələrimiz biraz da böyüyüb, çox qəşəng gətiriblər. Artıq səhəri gün belə gördüm ki, hamısı başını qaldırıb. Yəni tutublar.
Değerli izləyicilərim, baxın burada artıq düz bir həftə keçib. Bu günləri çəkmişəm bunları sizin üçün. Gördüyünüz kimi hamısı çox gözəl tutub. Deməli, bunlar nanələrimdir. Sağ tərəfdə də bunların kənarında da nanə cöfərləri əkmişəm. Nanə cöfərlər də təbii ki, rəngindən seçilir. Nanələrdən seçmək olur. Bir də dəyərli izləyicilərim, sizin məsləhətinizə ehtiyacım var. Deməli, 3 il bundan öncə bir dənə kiçik əncir ağacı idi, bizə vermişdilər. Gətirdiyi həyətdə əkdiyi. Mən ümumiyyətlə ənciri çox sevirəm. Yəni bu meyvəni çox sevirəm. Çox sevdiyim meyvələrdən də gətirdiyi, əkdiyi. Baxın, görürsünüz belə qəşəng böyüdü. Üzəri doludur da əncirlə. Hər il üzəri bu cür dolu olur. Amma demək tökülür və töküləndə də ki, baxırıq ki, içərisi sanki adi bir qupka kimidir. Şirinliyi də çox azdır. Necə kəm şirin çay olar. Məsələn, bir stəkana 3 çay qaşığı şəkər tökərik ki, şirin olsun. Elə adam var, 1 çay qaşığı tökür, kəm şirin olsun. Baxın, bunun meyvələri də o cür olur. Kəm şirin olur və vaxtından tez də hamısı tökülür. Bilmirəm bu nəyə görədir, artıq 3 ildir ki, amma çox heyfim gəlir bunu kəsib atmağa. Görürsünüz, budaqları doludur. Amma belə vaxtından tez tökülürlər. Əlimlə də götürüb belə bunun içərisini açanda, hətta dadına da baxmışam, adi qupqa kimi olur içərisi. Və şirinlik də yoxdur. Yəni əncir əslində necə olmalıdır? Bal kimi şipşirin, bu olur kəm şirin. Bir-iki nəfərlə maraqlandım. Kimsə dedi ki, kəsin atın, bu şirinləşən deyil. Bəzi adamlar dedilər ki, ağacın kökünə bıçaq vurun, yəni ağacı diksindirin. İndi bilmirəm, sizlərin də məsləhətinə ehtiyacım var. Əgər sizin də bir bildiyiniz varsa, mütləq şərhlərdə yazın. Xahiş edirəm hər birinizdən. Başınız çıxırsa, mütləq mənə bir məsləhət verin ki, mən bu əncil ağacını kəsim, atım, yoxsa neyniyim ki, onun meyvələri həm vaxtından tez tökülməsin, həm də şirinləşsinlər. Yəni şirin olsunlar da, yəni yeməli deyil. Burada da güllərimi sizlərə göstərirəm. Bunu da yeni alıb əkmişəm. Və bu da kala gülümdür. Deməli, qışda solur, xarab olur. Elə bilirəm artıq da xarab oldu. Amma yay gələndə, artıq may ayı gələndə, baxın bu cür təzədən yarpaqları qəşəng canlanır, gül açır. Və bu da qızıl güllərimdir. Mən özüm həyət evində oluram və həyətimin gülləridir. Çox zaman izləyicilərim elə bilirlər ki, bu mənim bağımdır, bağ evimdə, amma həyətimdir. Həyət evimdə oluram və həyət evimdə əkdiyimiz qızıl güllərimizdir. May ayı gələndə belə həyətimiz çox gözəlləşir, güllərin qoxusu bütün həyətimizi bürüyür. Bu gözəllikləri istədim ki, sizlərlə də çəkim paylaşım. Ümid edirəm ki, sizlər üçün də maraqlı olar. Bir də dəyərli izləyicilərim, şərhlərdə mütləq qeyd edin, mənə ideyalar verin. Məsələn, vlog kanalımda nələri çəkməyimi istəyərdiniz? Hansı maraqlı, gəzməli, görməli yerləri, məsələn, hansı dükanları gedib çəkməyimi istəyərdiniz? Necə videoları görmək istəyirsinizsə, mütləq şərhlərdə qeyd edin. İndi də sizlər üçün Temu bağlamanı açmaq istəyirəm. Temudan bir şey sifariş vermişdim. Sifarişlər gəldi. Onları yenə də sizlərlə paylaşmaq istəyirəm ki, əgər sizlər də maraqlı olarsa, nəsə, məsələn, sifariş vermək istəyirsinizsə, baxın, burada məhsulların keyfiyyətini sizlərlə bölüşürəm. Deməli, bu şalvar ev geyimidir. Bunu oğlum, kiçik oğlum özü üçün sifariş verib. Özü də bəyəndi. Rəngini də, yəni modelini də özü sifariş vermişdi. Özü də çox bəyəndi. Yüngül bir materialı var. Qiyməti də çox münasibdir. Yenə də linkləri sizlər üçün yerləşdirəcəm. Linkdən də keçə bilərsiniz. İstəsəniz, yəni siz də sifariş verə bilərsiniz. Bu cür yüngül, əsil yay şalvarıdır. Baxın, beli rezinlidir və bu iplərlə də belini biraz da yəni yığmaq olur, daraltmaq olur. Modeli də boş bir modeldir, əsil yay modelidir. Arxa hissəsində də bir ədəd cibi var. Yanlarında 2 cibdir, arxada da 1 cibdir. Keçən dəfəki sifarişdə də oğlum özü üçün oradan bir dənə mayka sifariş vermişdi. Kiçik oğlum idmanla məşğul olur deyə biraz belə kip material istəyir ki, bədənə yapışsın, bədənə otursun. Streç materialı var, rezinka kimidir, belə dartılır.
Baxın, burada da sizlərə göstərirəm. Bundan keçən dəfə də sifariş vermişdi. Çox bəyəndi materialını. Ona görə bir dənə də bu dəfə də sifariş verdi ki, dəyişik geyinsin. Qiyməti də münasibdir. İndi tam olaraq qiymətlər yadımda deyil. Mayka hardasa 7 manat civarındadır belə. Amma linklərini sizlər üçün yerləşdirəcəm açıqlama bölümündə, şərh bölümündə də. Oradan da keçid edib baxa bilərsiniz. Bu da oğlumun sifarişidir. Su qabıdır 1 litrlik. Bundan mən də özüm üçün almışam. Çox qəşəngdir. Yəni hara getsəniz, yayda apara bilərsiniz özünüzlə. Həm səliqəlidir, həm çox gözəldir və rəngləri də fərqlidir. Baxın, belə termos kimidir, amma çox qaynar, içərisinə əlavə etməyin. 1 litrlikdir. Baxın, buradan belə tutacağı da var, qolunuza sala bilərsiniz. 1 litrlik su qabıdır. Hər qabın deməli içərisində 2 rəngi var. 2 rəngdən ibarətdir. Bu da ağlı qaralıdır. Gördüyünüz kimi, baxın, bu hissədən açılır, belə içirsiniz. Bir də ki, yəni bu hissədən indi göstərəcəm sizlərə, açılır, içərisinə suyu doldurursunuz. Baxın, buradan açın, içərisinə sudur, şirədir, əlavə edirsiniz, bağlayırsınız və hara getsəniz yanınızda aparın. Həm çox səliqəlidir, həm də çox gözəl su qabıdır. Baxın, mənim də varımdır. Mən indi almamışam, mən də keçən dəfə özüm üçün sifariş vermişdim. Bu da mənimdir. Mənimki biraz başqa rəngdir. Çəhrayı, göy, mavi qarışımdır. Yəni istifadə edirəm. Hara gedirəm də yanımda aparıram. Bu da oğlumundur. Yəni çox keyfiyyətli su qabıdır. Siz də istəsəniz, yəni tərəddüd etmədən sifariş verə bilərsiniz. Həqiqətən də çox gözəldir. Və bunları da mən gündəlik geyinməyə artıq yaydır. Baxın, belə biraz üzəri setka-setkadır. Elə bir ki, hava keçirdəndir. Altı da çox qəşəngdir. Görürsünüz, baxın, əyirəm belə, rezini çox rahatdır, yüngüldür və keyfiyyətlidir. Yəni yumşaq bir materialı var. Bunu da çox münasib qiymətə almışam. Yenə də tam dəqiq yadımda deyil qiyməti. Hardasa 10 neçə manat, 11 manat, 12 manat mı ya belə bir qiymətədir. Linkdə yerləşdirəcəm. Oradan keçid edib baxa bilərsiniz. Öz ölçünüzü seçə bilərsiniz. Digər başqa rəng tonları da var. Yəni rəngində də biraz dəyişiklik edə bilərsiniz. Başqa rəngləri də var. Çox qəşəngdir, rahatdır. Mən çox bəyəndim. Bərk material deyil, çox yüngüldür. Altını da gördünüz ki, keyfiyyətlidir. Bunlar da hər dəfə sifariş verəndə bunlardan mütləq sifariş verirəm. Çünki ömürlük mənə lazım olan bir şeylərdir. Çəkilişlər edəndə ştativimin baş hissəsinə bunları bağlayıram və telefonumu da onların üzərinə salıram. Yəni telefonumu baxın, həmin onlar saxlayır. Bir ədəd də 4 manat civarındadır. Bunlar da oğlumun sifarişləridir. Maşın açarının qabıdır. Yəni maşın aksesuarlarıdır, oğlumun sifarişləridir. Hər ehtimala qarşı yenə də göstərirəm ki, sizlərə də əgər lazım olarsa, yəni Temuda bu cür xırdavat şeylər də var. Nə istəsəniz var. Ən əsas odur ki, Temunun bir özəlliyi yaxşıdır ki, kargosu pulsuzdur. Düzdür, Trendyol'a nisbətən bir qədər gec gəlir. Amma kargosu pulsuz olduğuna görə və qiymətlər münasib olduğuna görə yaxşıdır. Və Temu sifarişlərini də sizlərə göstərdim. Təbii ki, yenə də sifarişlərimiz olacaq. Onlar da gəldikdən sonra onları da sizlərlə paylaşacağım. Və indi isə mən keçirəm günortaya kələm dolması hazırlamağa. Burada dana əti ilə quyruğu və soğanı ət maşından keçirdim. Yumru düyündə yudum, üzərinə əlavə etdim. Keşniş, şüd, biraz da nanə əlavə etdim. Duzun, istiotun vururam. Kələm dolmasına mən adətən yaşıl reyhan vururam. Amma indi hal-hazırda yaşıl reyhan olmadığı üçün biraz yaşıl nanədən istifadə etdim. Ətim hazır olduqdan sonra evdə hazır kələm də var idi. Baş hissəsini kəsdim, qaynar suyun içərisində kələmləri qoydum, pörtlənsin, pörtlənə-pörtlənə yarpaqlarını da rahatlıqla çıxardıram və başlayıram dolmamı bükməyə. Mən arada demək kələm dolmasının ətinə olur ki, tomatdır, pomidordur, bunlardan da vururam, amma nəysə bu dəfə istifadə etmədim. Pomidoru yalnız ayrı-ayrılıqda, kərə yağında bişirdim və elə qazanın içərisinə əlavə etdim. Və iri yarpaqları, əgər kələmin yarpaqları iridirsə, onda bu özək hissəsi olur. Orta hissəsində bərk hissə, həmin hissələri kəsirəm və ortadan 2 yerə bölürəm. Yox, əgər kələmlərin yarpağı məsələn kiçikdirsə, onda o özək hissəsini elə bıçaqla biraz incəldirəm və beləcə bükürəm. Mən hər iki dolmanı, həm kələm dolması olsun, həm yarpaq dolması olsun, hər ikisini çox sevirəm. Və ən əsas da dolma qoyun əti ilə bişəndə daha da çox sevirəm. Çünki qoyun əti dolmalara çox dad vermiş olur, çox ləzzətli eləyir dolmaları. Amma məsələn, kimin ki təzyiqi yüksək olur,
Təbii ki, onda qoyun əti ilə sırf etmək olmur, dana ətindən istifadə edirik və biraz da quyruq əlavə edəndə onda artıq yəni dolmanın əti dadlı olur. Bir də qeyd etdiyim kimi mən arada bir, məsələn, kələm dolması bişirərkən onun ətinə biraz olur ya tomat və ya pomidor da əlavə eləyirəm. Bu dəfə amma əlavə etmədim. Qazanın dibinə biraz quyruq düzdüm. Düzdür, ətə də quyruq vurmuşdum. Dana əti idi və quyruqla, soğanla birgə ət maşınından keçirmişdim. Amma qazanın alt hissəsinə də biraz quyruq əlavə etdim ki, dadı çıxsın, dolma ləzzətli olsun. Və dolmaları düzdüm. Üzərinə də çaydandan qaynaya-qaynaya su əlavə elədiyimə görə mənim dolmamın demək olar ki, kəfi çıxmadı. Çox az kəf çıxdı. İndi yox dərəcəsində idi. Və pomidorları da biraz qaynar su əlavə etdim ki, qabıqları rahat soyulsun. Xırda-xırda doğradım. Və kərə yağının içərisində pomidorları qəşəng bişirdim. İçərisinə biraz sarı kök də əlavə etdim. Bir qədər duz da vurdum. Dolmalarımız qaynamağa düşdükdən sonra ki, kəfini yığırıq. Kəfini yığdıqdan sonra artıq bunu da üzərinə əlavə edib duzun istiotunu vururam və tam hazır olana qədər bişirirəm. Baxın, görürsünüz, burada mən kələm dolmasının üzərinə çaydandan qaynaya-qaynaya su əlavə etdiyimə görə qətiyyən kəfi çıxmayıb. Yəni kəf yox dərəcəsindədir. Bir də mənim rəhmətli anam kələm dolması bişirirdi. Şabalıdla, darçınla, inanın o qədər ləzzətli olurdu ki, onu mütləq bir dəfə hazırlayacağam və böyük kanalımda paylaşacağım sizlər üçün. Bugünlük də bu qədər günorta yeməyimiz də hazır oldu. Əgər vloqumuzu bəyəndinizsə, bəyənməyi, yaxınlarınızla paylaşmağı və bir kəlmə olsa belə şərh yazmağı unutmayın. Yeni vloqlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.